Bərdə rayon mərkəzi xəstəxanasında yaşanan qalmaqal gündəm yaradıb. İddialara görə uzun illər 47 il tibb müəssisəsində çalışan mama ginekoloq Nərgiz Ümbətova xəstəxananın direktoru Vüsal Məmmədovun qərarı ilə işdən çıxarılıb. Bunun ardınca Nərgiz Ümbətova sosial şəbəkələrdə diqqət çəkən açıqlamalar yayıb. O müxtəlif şəxslərdən külli miqdarda pul alması ilə bağlı ciddi iddialar səsləndirib və həmin iddialarla bir sıra adları da çəkib. Əgər bu iddialar həqiqəti əks etdirirsə, məsələ adiyyəti dövlət qurumları tərəfindən hər tərəfli araşdırılmalı və hüquqi qiymət verilməlidir. Yox, əgər səsləndirilən iddialar əsassızdırsa, buna da rəsmi aydınlıq gətirilməsi vacibdir. Press xəbər olaraq bildiririk ki, səsləndirilən fikirlər iddia xarakterli daşıyır. Qarşı tərəfin mövqeni dərc etməyə və cavab hüququnu təqdim etməyə hazırıq. İndi isə diqqətlə izləyin. Nərgiz Ümbətovanın sosial şəbəkədə paylaşdığı və geniş müzakirələrə səbəb olan həmin açıqlamanı. Sizi ilə mən Nüsrət Sakitoğlu, Press xəbər. Mən Ümbətova Nərgiz Əli qızı 1979-cu il avqust ayından Bərdə rayon mərkəzi xəstəxanasının doğum evində mama ginekoloq vəzifəsində işləyirəm. Yəni şəraitdir ki, bağışlayın məni. Güya mən 20 həftəlik hamiləlik sonlandırmışam. Bu mümkün olası bir şey deyil. Yalandan mənim üstümə şəraitdir və iclas qurdu, məni işdən çıxartdı. Bir dəfə pul istədi ki, reklam yazdırdım, 500 manat pul versin, vermişəm. Bir dəfə dedi ki, 500 manat versin, xəstəxananın həyətində stayanka düzəltdirəm, ora kömək eləsin. Yenə verdim. Bir dəfə dedi ki, xəstəxanaya ikinci darvaza saldırıram. Mənə pul versin, 950 manat. Mən də 900 manat verdim. Nə düzdür, o mən onu danışıram. Neyse, sonra yenə də mənlə yola getmədi. Yoxlama gəldi, Mingəçevirdən icbari sığortanın zona üzrə rəhbəri Faiq həkim gəldi, yoxladı. Mən nə demişdimsə, qanunsuz olaraq bütün günü əməliyyatlar eləyir, hər əməliyyatdan 600-700 manat pul alır. Baş direktorun əməliyyat eləməyə ixtiyarı yoxdur. Bir belə pullar alır cəmaatdan. Skor şoförlərini 15 minə, sonra 17 minə, axırıncısını 20 minə götürmüşəm. Sonuncu xadiməni doğum evinin əməliyyat blokuna 12 min manata götürmüşdü. Hamısı düzdür, dedi, amma məni bağışlayın. Onun pulu da çoxdur, arxası da möhkəmdir. Mən onun öhdəsindən gələ bilmədim. Deməli, əvvəl 1500 manat aldı, sonra dedi ki, yoldaşını verdi. Sonra xəbər göndərmişdi ki, azdır, 1000 də versin, 1000 də verdik. Neyse, pulları aldı, 3000 manata qədər təzələnmə məndən pul aldı. Dedi ki, məndən pul almışsın.